Dünən küləkli hava şəraiti ilə əlaqədar sarı və narıncı xəbərdarlıq edilmişdi və gecə saatlarından etibarən güclü küləkli hava şəraiti müşahidə olunur. Bu səbəbdən bəzi ərazilərdə ağaclar aşıb. İndi maraqlısı odur ki, qeyri-sabit hava şəraiti nə vaxta kimi davam edəcək? Bu haqda müsahibin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun əməkdaşı Leyla Mədətova məlumat verəcək. Leyla xanım, zəhmət olmasa məlumat verərdiniz. Küləkli hava şəraiti nə vaxta kimi davam edəcək və sabah hava necə olacaq? Salam, hər vaxtınız xeyir. Bəli, Bakıda və Abşeron yarımadasında müşahidə olunan güclü şimal-qərb küləyinin iyunun 4-ü gündüz saatlarından tədricən mülayimləşəcəyi proqnozlaşdırılır. Hava şəraiti isə dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Lakin iyunun 3-dən 4-ünə keçən gecə və səhər yarımadanın bəzi yerlərində arabir yağış yağacağı, şimşək çağacağı gözlənilir. Havanın maksimal temperaturu 23-27 dərəcə isti olacaq. Bölgələrdə yaxın 2-3 gün ərzində yağıntılı hava şəraitinin davam edəcəyi, arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə qar yağacağı ehtimalı var. İyunun 4-ü axşam yağıntılar tədricən kəsiləcək. Qərb küləyi bəzi bölgələrdə arabir güclənəcək. Havanın maksimal temperaturu mərkəzi Aran rayonlarında 22-27 dərəcə, dağlarda isə 15-20 dərəcə isti olacaq. Bəli, bizim çatdıracaqlarımız bu qədər. Söz yenidən sizdədir.